Xeyir olsun. Biz bugün 7-ci sinif coğrafya iş dəftərindən bölmə 1.2 ümumiləşdirici tapşırıqların çalışmalarına baxacağıq. Birinci çalışmada baxaq. Azər həftə sonu ailəsi ilə birlikdə şəhər kənarından istirahətə getməyi planlaşdırıb. Bunun üçün ərazinin coğrafi mövqeyini müəyyənləşdirmək və istiqamətini tapmağı bacarığı tələb olunur. Aşağıdakı suallar cavabları Azərə kömək ilə. Baxın, birinci sualda bizdə yəni adı deyilir ki, kompasda verilən rəqəmlərə əsasən istiqamətləri müəyyən elə. Baxın, burada bizə müəyyən rəqəmlər verilib. Gəlin biz azimutun nə olduğunu bilək. Yəni cəhətlərin. Baxın, yuxarı olacaq şimal. Daha sonra sağ olacaq şərq. Aşağı olacaq cənub. Sol olacaq qərb. Baxın, indi biz cəhətlərimizi yazdıq. Gəlin, indi isə rəqəmlər üstünə gedək. 2-də olacaq bizdə nə şərq. 3-də olacaq bizdə nə aşağıda cənub. 4-də bizdə olacaq qərb. 5'te baxın, görürsünüz, artıq burada yeni cəhətlər ortaya çıxır. Yəni, iki cəhətin birləşməsindən yeni cəhətlər yaranır. Baxın, 5'te 5 hardadır? Baxın, 5 buradadır, şimalla şərqin arasındadır. Onda nə olacaq bizdə bu? Şimal-şərq. Yəni, keçid aralığı olacaq. Sonra 6'ya bax, 6 hardadır? Cənubla şərqin arasında olacaq. Nə? Cənub-şərq. Sonra baxın, 7'yə baxın, 7 hardadır? Cənubla qərbin arasında olacaq. Nə? Cənub-qərb. Və 8 hardadır? Şimalla qərbin arasında olacaq nə? Şimal-qərb. Baxın, bir də deyirəm, əsas aralığımız oldu. Şimal, cənub, şərq, qərb. Aralıqlarımız oldu. Şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərb. Şimalın əksi cənub, şərqin əksi isə qərb. Daha sonra aralıqların əkslərinə baxaq. Şimal-şərqin əksi cənub-qərb. Şimal-qərbin əksi isə cənub-şərq olacaq. Bu oldu bizdə A çalışmasının cavabı. Daha sonra B çalışmasına baxaq. Azərin karavandan maşınla başlayaraq hərəkət edəcəyi nəzərə alıb, onun oxlar üzərində istiqamətini müəyyən edin. Baxın, biz bunu iki cür yaza bilərik. Birinci plandakı mövqeyə nəzərə bax. Planın mərkəzi baxın təxminən təpə hissəsidir. Təpədən hansı istiqamət yerləşir? Baxın, bura şimaldısa, bura cənubi olacaq. Bura şərq olacaq. Bura isə baxın, görürsünüz, təpədən karavan qərbdə yerləşir. Karavanın istiqaməti baxın plana görə qərbdə yerləşir və karavandan təpəyə hansı istiqamət olacaq? Yəni əks istiqamət olacaq da. Olacaq bura şərq. Üzü yuxarı qalxır. Yuxarı istiqamətimiz hansı idi? Baxın, bura olacaq şimal. Daha sonra fikir verirsinizsə, baxın, biz burada bir dənə özümüz üçün azimut çəksək görürsünüz. Yəni bu istiqamət hara düşür? Düşür, baxın, cənub-şərqə düşür. Daha sonra baxın, burada da biz özümüz üçün bir dənə azimut çəksək, baxın, azimut çəkirəm burada özümüz üçün. Hara düşür? Baxın, görürsünüz, cənuba düşür. Yəni, baxın, burada da cənuba düşür. Daha sonra yenə burada özümüz üçün bir azimut çəkək. Baxın. Hansı istiqamətə düşür? Fikir verirsiniz. Cənub-qərb istiqamətə düşür. Baxın, bu istiqamətə düşür. Daha sonra baxın, burada da bir dənə özümüz üçün azimut çəkək. Baxın, bir dənə çəkdim. Və bir dənə də belə. Bax, hansı istiqamətə düşür? Qərbə düşür. Daha sonra bir də azimut burada çəkirəm. Baxın. Təxminən belə çəkək. Və belə. Hansı istiqamətə düşür? Baxın. Şimal qərbə qalxır. Birinci oldu şərqə getdi. İkinci şimala. Üçüncü cənub şərqə. Dördüncü cənuba. Beşinci cənub qərbə. Altıncı gedəcək qərbə. Yetinci gedəcək şimal qərbə. Daha sonra C-yə baxaq. Aşağıdakı verilən obyektləri mövqeyini izah elə. Biz burada mövqeyləri iki cür izah edə bilərik. Bir, planda olan plana görə mövqeyini müəyyən edə bilərik. Bir də obyektlərə əsası mövqeyini müəyyən edə bilərik. Yəni, plana əsası mövqeyini təyin edək. Bu daha rahatdır. Baxın, plan mərkəzi dedik ki, baxın, buradır. Bura yuxarısı şimaldır. Baxın, yuxarıda göstərib. Aşağı cənub olacaq. Və bu isə şərq olacaq, yəni sağ isə şərq, sol isə qərb olacaq. Daha sonra obyektlərin nəzəri yerlərinə baxaq. Baxın, karavan maşını planın hansı istiqamət nəzərə yerləşir? Baxın, qərbdə yerləşibdir. Karavan olacaq qərbdə. Sonra kəndə baxır, kənd hansı istiqamətdədir? Planın əsasən yuxarıda yerləşibdir. Bu olacaq şimalda, kənd oldu şimalda. Körpüyə baxaq, körpü hansı istiqamətdə olacaq? Fikir verirsiniz. Baxın, nə cənubdadır, nə şərqdədir. Cənubla şərqin arasında da olacaq nə? Cənub-şərq.
Sonra fikir versiniz meşəyə baxın. Meşə də nə qərbdədir, nə cənubdadır. Hansı istiqamət olacaq bu? Olacaq bu cənub-qərbdə. Bu oldu plana əsasən mövqeyi. Bir də obyektlərə əsasən mövqeyi var ki, onu da gəlin qeyd eləyək. Məsələn, baxaq burada, məsələn, karavanı götürək elə. Məsələn, karavan hansı obyektlərə qonşudur? Kəndə qonşudur, sonra təpəyə, bir də meşəyə qonşudur. Görək bunlara hansı istiqamətə yerləşir? Gəlin, bir dənə özümüz üçün azmut çəkək, çəkdim. Baxaq. Təpə hansı istiqamətə yerləşəcək? Təpə yerləşəcək təbii ki, karavandan şərqdə. Bəs kənd hansı istiqamətə yerləşəcək? Kənd yerləşəcək, baxın buradan, şimal şərqdə və meşədə yerləşəcək cənub, nə deyirlər, cənub şərqdə yerləşəcək. Yəni dedik ki, kənd yerləşdi şimal şərqdə, təpə yerləşdi şərqdə, meşə yerləşdi cənub şərqdə. Bu da oldu obyektlərin bir-birinə nəzərən mövqeyi. Daha sonra bizə deyir ki, planda Azərbaycan karavanın maşınının mütləq mövqeyini müəyyən etmək mümkündürmü? Cavabı izah et. Bəli, mümkündür. Biz karavan maşınının həm mütləq, həm də biz karavan maşınının həm dördlü, həm də altlıq koordinat sistemi ilə müəyyən eləyə bilərik. Gəlin dördlü və altlı koordinatda müəyyən eləyək. Baxın deyirəm. Baxın, qeyd eləyirəm. Burada bu onun olacaq, bax, burada 19, 19.42, 19.42, bu oldu 14'lü koordinatı. 6'lı koordinatda da baxaq. Görə 16'lı koordinatı nə olacaq? 19, 19, baxın buradan, buranı nəzərdə tuturam, 19, 24, 22 olacaq. Bu oldu 16 koordinatı. Birinci dördlü koordinatı oldu 19, 42. 6 koordinatı oldu 19, 24, 22. Bu oldu karavanın mütləq mövqeyi. Daha sonra gəlin biz tapşırıqlara davam eləyək. Burada Y tapşırığında bizdə plandakı obyektlərin koordinatlarını istəyir. Həm dördlü, həm də altı koordinatını istəyir. Gəlin dördlü koordinata baxaq. 21-40 nədir? Baxın, 21-40 görə hansıdır bizdə? Baxın, bu 21 üfüqi xətdir. Üfüqi xətdir. Bu da onun şaqili xətdir. Harada kəsişdi? Körpüdə kəsişdi. Birinci oldu körpü. Daha sonra təpəyə baxaq. Təpənin dördlü koordinatını müəyyən eləyək. Təpənin koordinatını müəyyən eləyən zaman ən böyük hissəni düşən hissəni götürəcək. Baxın, bu hissəni götürəcək. Görə bu hissə hansı tərəfə düşür? Baxın, 20 və 42. Nə oldu? 20-42. Daha sonra sahil parkına baxaq. Sahil park haradadır? Baxın, ən böyük hissəsini götürəcək. Bax, bu hissəni götürəcək. Hara düşəcək? 23, 42. Sahil park oldu 23, 42. Və 20-39'a baxacaq. 20-39 hansı istiqamət, hansıdır? Hansı obyekt olacaq? Baxın, 20 buradır. 39 da baxın burada olacaq. Hara olacaq? Bu meşə olacaq. Birinci baxdıq, dedik ki, hansı obyekt oldu? Gəlin baxaq, bir də təkrar eləyək. Baxaq, 21-40 hansı obyekt oldu? 21-40 körpü oldu. Daha sonra gəldi. Təpə bizdə oldu. Baxın, dedi, təpənin ən böyük hissəsini götürəcəkdi. 20-42. Daha sonra gəlir bizə sahil parkı, yəni ən böyük hissəni götürəcəkdi. 23-42. Və 20-39'da görə hansı olmuşdur? Cavabında bir də baxaq. 39'da baxın, bu hissəyə düşürdü. 20-39 oldu nə? Meşəli ərazi. Bu oldu 14'lü koordinatı. 6'lı koordinata da baxaq. Birinci bizdə kəndi 6'lı koordinatını istəyir birinci. Kəndə baxaq. Kəndə baxın. Birinci 14'lü koordinatda baxaq. 21, 44. Daha sonra biz onun dördlü koordinatını tapdıq. Gəlin onda 6'lı tapaq. Birinci şaqili xətdən sayırdıq 0, yəni 21, 0. Sonra dördlü koordinatını da yazacaq 44 və görürük ki, üfüqi olaraq 5 dama yuxarıdadır. Bu oldu nə? 5. Bu oldu kəndin 6 koordinatı. Daha sonra 21, 40, yəni bizdən bu koordinatı soruşur. Biz demişdik ki, 6 koordinatı 6 koordinatdan 4'lü koordinata keçən zaman ortadakı və arxadakı rəqəmlər silirdi. Yəni 21, 40.
Bax 21 40 hansına düşəcək? Bax 21 budur, 40 da budur. Hansına düşdü? Körpüyə düşdü. Birinci körpüyə düşdü. Yəni körpü 1 yazaq. Daha sonra bizdə liman görək hansıdır? Baxın liman. Baxın buradır liman. Hansı olacaq? 23 39 olacaq. 14'lü koordinatı. Daha araların arasını baş qoyuruq. Və fikir verirsinizsə 0'dır da, yəni birinci şaqlı xəttə 0'dır daması. Daha sonra isə 2 dama yuxarıdadır, üfüq olaraq 2 dama yuxarıdadır. 23 03 92 o bu oldu limanın koordinatı. Daha sonra eyni qayda ilə 6 koordinatı 4'lü koordinata keçən zaman yenə dediyim kimi ortadakı axırdakı rəqəmi silirdik. 19 42 bu olacaq karavanın nə deyirlər? Koordinatı. Yəni bu olacaq karavan. Daha sonra körpüyə baxaq. Bizdəki bu körpünün koordinatını istəyir. Bu da olacaq 22 39. Arasını boş qoyuruq. Və fikir verirsinizsə, təxminən hardasa bir dama, yəni şaqlı olaraq bir dama aralıdır. Üfüqi olaraq da 2 dama. Bu olacaq bizdə 22 1 39 2. Bu da oldu ikinci körpünün 6 koordinatı. Daha sonra bizdə belə bir dünya xəritəsi verilir. Bizdəki bu koordinatları xəritədə göstərməyimizi istəyir. Gəlin göstərək. Biz bilirdik ki, bizdə xəritədə 2 dənə 0 var. Bu 0'ın adı, baxın bu qeyd olunan 0'ın adı. Bu qeyd olunan 0'ın adı ekvator. Yəni biz buna 50 deyirdik. Daha sonra baxın bu 0'ın adı isə Greenwich və yaxud da uzunluq deyəcəyik. Biz koordinatı yazan zaman birinci 50'yi yazırdıq. Daha sonra isə uzunluğu qeyd edirdik. Biz artıq koordinatları oxuyub öyrəndiyimizə görə artıq koordinatları müəyyən eləyək. 40 və 40 dərəcə şimal enli, 50 dərəcə şərq uzunluq. 40 dərəcə şimal enli hardadır? Baxın 40 dərəcə şimal enlimiz bax buradadır. Yəni ekvatordan yuxarıdadır. Yəni baxın bu sıfırdan yuxarı olan hissə şimal, aşağı olan hissə cənub adlanır. Və deyirlər bu sıfırdan bu tərəfə olan hissə şərq, bu tərəfə olan hissə qərb adlanır. Gəlin bir iki dənə tapşırıqda mən bunları qeyd edəcəm. Siz yadınızda saxlayarsınız. Birinci tapşırıqda deyir ki 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Baxın 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu, baxın bura düşəcək. Yəni Azərbaycanın koordinatıdır. Yəni dedik ki, birinci niyə şərq dedik? Sıfırdan sağdadır. Niyə şimal dedik? Aşağıdakı sıfırdan yuxarıdadır. Oldu bu birinci koordinatımızın xəritədəki mövqeyi. İkinci koordinata baxaq. İkinci koordinat 60 dərəcə şimal enliyi və 20 dərəcə qərb uzunluğu. Baxın, qərb uzunluğu dediyi üçün sola doğru gedəcəyik. Baxın, 20 dərəcə qərb uzunluğu. 20 dərəcə qərb uzunluğu. Baxın, bu hissədir. Baxın, bu hissədə kəsişir. Artıq düşünürəm ki, biz koordinatların yerini müəyyən sıfırların mənasını başa düşdük. Niyə cənub, niyə şimal və yaxud da niyə şərq, niyə qərb dediyimizi başa düşdük. Daha test deməyimiz üçün gəlin o bir tapşırıqları da tez yerinə yetirək. Bax 20 dərəcə cənub enliyi soruşur. Bax 20 dərəcə cənub enliyi baxın budur. 60 dərəcədə baxın bizdən nəyi soruşur? Qərb uzunluğu soruşur. 60 dərəcədə baxın bir hissət olacaq. Gəlin bunları birləşdirək. Baxın bir hissət olacaq. Daha sonra 40 dərəcə cənub enliyi. Baxın 40 dərəcə cənub enliyi, 60 dərəcə qərb uzunluğu. 60 dərəcə qərb uzunluğu. 60 baxın buradır. Və 40 dərəcədə baxın bura düşəcək. Baxın burada kəsişəcəklər. Daha sonra 50 dərəcə şimal enliyi. Baxın 50 dərəcə şimal enliyi 160 dərəcə şərq uzunluğu. Baxın 160 baxın buradadır şərq uzunluğu. 50 dərəcədə baxın buradadır. Yəni baxın burada kəsişəcək. Daha sonra 30 dərəcə şimal enliyi. Baxın 30 dərəcə şimal enliyi baxın buradır. Və 30 dərəcə şərq uzunluğu istəyir. Baxın. Gedək. Baxın bu hissədə kəsişəcək. Daha sonra bizə deyir ki 10 dərəcə cənub enliyi. Baxın 10 dərəcə cənub enliyi baxın buradadır. Daha sonra 70 dərəcə qərb uzunluğu. 10 dərəcə çəkək. 70 dərəcə qərb uzunluğu baxın bu hissədə olacaq. Çəkək. Hə, düzdür. Baxın bu hissədə olacaq. Daha sonra 40 dərəcə şimal enliyi. Baxın 40 dərəcə şimal enliyi 80 dərəcə qərb uzunluğu. 40 dərəcə şimal enliyimiz baxın buraydı.
və 80 dərəcə qərib uzunluq istəyir. Baxın, gedirik və baxın, bu hissədədir. Bu hissədə kəsəcək. Daha sonra 50 dərəcə cənub enliyi, 50 dərəcə cənub enliyi baxın buradır və bizdən istəyir 70 dərəcə qərib uzunluğu. Baxın, 70 dərəcə qərib uzunluğu tapmışdıq. Yəni bunu uzadaq biraz. Və 50 dərəcə cənub enliyinə birləşdirək. Daha sonra 60 dərəcə şimal enliyi, 60 dərəcə şimal enliyi tapmışdıq. 10 dərəcə bizdən şərq uzunluğu soruşur. 60 dərəcə, baxın bu xətt idi. 10 dərəcə şərq uzunluğu, baxın burada olacaq. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.